Salam dəyərli izləyicilərim. Bu video fevralın əvvəlində çəkilib. Artıq mən özüm də köhnə video paylaşmaqdan yorulmuşam, amma bunları qurtarmaq lazımdır və ardıcılığı pozmamaq istəyirəm. Ona görə də inanıram ki, məni anlayarsınız. Burada mən yoldaşım ad gününə Benta tort hazırlayıram. Özel bir şey ala bilmədiyimə görə düşündüm ki, Benta tort hazırlaya bilərəm. Böyük formalar yox idi, ona görə də çox düşünmədən balaca formalar üçün Benta tort bişirməyə başladım. Bu balaca tortu düz 2 gün mən bişirirdim. Uşaqla bir yerdə, əlbəttə ki, yoldaşım da kömək eləyirdi, baldızım da, amma körpə anasının qucağından düşmürdü. Ona görə də tortu soğuducuya qoymuşdum və gedirdim balacanın yanında. Sizinlə isə bu videoda istəyərdim doğuşdan sonra mental durumundan danışmaq. Əlbəttə ki, hər şey individualdır və kiminsə üçün bunlar aid olmadı və görünmədən keçdi. Kiminsə isə yox. Mən məsələn əvvəldən xəbərdarlıq idim. Ona görə də mənim üçün mənimlə nə baş verəcəyini bir balaca anlayırdım və ona görə də çox özümü yormurdum. Deməli, biz doğuşdan sonra depressiya ola biləcəyini hamımız azdan çoxdan eşitmişik, amma baby blues adlı bir şeydən eşitməmişik. Məsələn, mən eşitməmişəm. Amma baby blues demək olar ki, hamıda olur. Doğuş prosesi özü bir böyük və mürəkkəb bir prosesdir. Təbii olsa da, keysəriyyə də olsa da, yəni eyni nəticə gətirir. Qadın ana olur və bu dünyaya uşağı gətirir. Ona görə də bunu dərk eləmək üçün bir vaxt lazımdır. Hardasa 10 gün ərzində baby blues başlayır. Məsələn, məndə necə olub? Hər şey yaxşıdır, yəni əladır da, belə deyim. Sən baxırsan uşağa, onun balaca əlinə, onun balaca ayaqlarına və sən ağlamağın tutur. Amma kövrəlmə bir səbəbi yoxdur. Sonra biz kravat almışdıq. Onun üstündə bir qurğu var idi. O laylay çalırdı. Və o laylay çalanda uşağın üçün məni yenə ağlamağım tuturdu. Elə ağlayırsan, elə bil nəsə itirmisən. İçində elə bir boşluq yaranır. Beyninə pis-pis fikirlər dolur. Yəni əgər özünü saxlamasan, daha da pis ola bilərsən. Mənə hətta elə yuxular girirdi, guya müharibə başladı. Yəni əslində bunların sonra bildim, hamısının tibbi izahları var imiş. Baby blues hormonların kəskin dəyişməsi və fiziki gərginlikdən yaranır. Bəzi hormonlar 24-48 saat ərzində düşür. Yəni əlbəttə ki, bunlar hamımız bizim beynimizə, sinir sisteminə böyük təsiri olacaq. Doğuş yorğunluğu, yuxusuzluq, yeni rol, məsuliyyət, sosial izolyasiya, bunlar hamısı təsir edəcək. Baby bluesun mən necə başa düşmüşəm ki, 2 cür var. Birinci əsəbilik, səbəbsiz ağlamaq, mənim kimi, narahatlıq. İkinci isə uşağınıza dəhşət böyük sevgi. Yəni anormal bir sevgidir. Onu mənə mama danışıb. O vaxtları xəstəxanada bir xanım görmüşdü, təzə doğulan. Uşağı götürüb başladı həddindən artıq öpməyə, doymadan. Tibb bacıları tez yaxınlaşıblar, götürüblər uşağı, ananı sakitləşdiriblər. Bunlar ki, özünü əlində saxlamaq lazımdır və elə eləmək olmaz. Ona görə də təzə doğulan ananın
yanında qayğıkeş və anlayışlı ailəsi olması çox vacibdir. Deməli, bu formaları mən artıq yudum, qurutdum. Bu formalar sırf bentetoz üçündür. Onların diametri 11 cm. Məhz bunun diametri 11 cm. Amma bildiyim qədər 10-12 cm də var. Yəni istədiyiniz ölçüdə bişirə bilərsiniz. Artıq bunları yığacağım. Hə? Və həmiri tökəcəm və sobaya göndərəcəm. Baby blues özü-özünə 2 həftəyə keçib gedir. Hormonlar yavaş-yavaş stabilləşməyə doğru gedir və bu hallar da keçir gedir. Elə məndə də eynən oldu. 2 həftəyə keçib gedib. Biskvit rahatlıqla çıxarılması üçün yanlarına yağ, kərə yağını istifadə elədim və mankada istifadə edib səpmək istəyirəm. Amma doğum sonrası depressiya isə başqa bir cürdür. Mən indi hal-hazırda araşdırmışam, ona görə də nəsə deyə bilirəm. Yəni məlumatlarına görə doğuşdan sonra ilk bir il ərzində hər an ola bilər. Məsələn, Baku Medical Plaza-da doğuşdan sonra mənə psixoloq dəymişdi. Həkim bir neçə sual verdi. Sonra isə mənə vərəqdə sorğu-sual siyahı verdi və deyib ki, 10 gündən sonra onları cavablandırarsan və balları hesablayarsan. Ballardan bəlli olur ki, depressiya var ya yoxdur. Əslində depressiya, yəni adi həyatda da insanlarda olur. Sadəcə beynimiz bəzi hormonları tibbi dilində serotonin və dopamin, amma bizim dilimizə çevirəndə sevinç və xoşbəxtlik hormonları beyin ifraz etmir. Məsələn, mən deyə bilərdim ki, özümdə bir məqam hiss eləmişəm ki, hər şey və ya çox şey fikirdən başlayır. Artıq sobadadır. Deməli 180 dərəcə 30 dəqiqə. On 15 dəqiqədən çox artıq sobadadır və ümidvaram ki, artıq hazırdılar. Gəlin yoxlayaq. Birini çıxartdım. Deməli, və zubachistka ilə hazırlığını yoxlamaq istəyirəm. Çox zərifdir. Məsələn, belə fikirləriniz ola bilər ki, hər şey yaxşıdır, uşağım olub, yaxşı olacaq, Allahıma güvənirəm, inanıram. Bəli, mənə indi çətin ola bilər, amma bu vaxtlar keçib gedəcək. Və ya belə pis fikirlər ki, mən pis anayam, hər şey pisdir, uşaq ağlayır, mən anlamıram niyə, belə ana olar. Yəni, mən özümü də pis hiss edirəm, nə vaxt düzələcək, bu nə vaxt qutarar, mən yorulmuşam. Dubl 1. Krem alınmadığına görə südlü kokteyl içirəm. Deməli, ikincisində qaymaqdan heç nə alınmadı. Nəysə, yəqin ki, o qaymaq krem üçün deyil. Bir dənə şanti almışam və şantidən qarışdırdım. Hal-hazırda belə yığıram tortu. Tam hazır olandan sonra göstərəcəm.
bizim beynimiz iki cür ssenari verir və hormonlar çatışmamazlığına görə bizim beynimiz qəmgin tərəfini seçir. Əgər siz bu və ya bu kimi və ya bundan da qəmli fikirlər sizə gəlirsə, mütləq kiminləsə bölüşün. Hətta burada şərhlərdə yaza bilərsiniz. Sizinlə özüm nə edəcəyimi bölüşmək istəyirdim. Birincisi yuxu. Mən artıq başqa videoda deyirdim ki, yuxu rejimi çox önəmlidir. Sizin üçün indi ən vacib məqam sizin mental durum. Diskləri iki yerə böldüm, hər ikisini. Ümumilikdə alınıb 4 korş. Hər korşu isə südlə, biraz bir çay qaşığı zquşona ilə propitka eləmişəm ki, çox quru olmasınlar deyə. İndi isə istəyirəm şokoladla bəziyim. Baxın, görüm necə olacaq. Belə. Ona görə də uşaq yatır, ana da yatır. Boş qablar, yemək hazırlamaq, evi yığışdırmaq, bunlar hamısını gözləyə bilər. Amma siz gözləyə bilməzsiniz. İkincisi, beynin vaxtı olmamalıdır pis fikirləri düşünmək. Ona görə də daimi nəsə qulaq asın. Mən, məsələn, uşağı əmizdirəndə mühazirələri qulaq asırdım, seriallara baxırdım. O qədər mühazirələri qulaq asırdım ki, artıq elmi informasiyadan yorulmuşdum. Üçüncü, mütləq bölüşün. Öz fikirlərinizlə yaxınlarınıza deyin, susmayın. Dördüncü, əgər sizin yanınızda elə adam yoxdur ki, siz bölüşə bilərsiniz, onda o pis fikirlərinizi yazın. Gündəlinizə və ya kağıza yazın. Bütün pis fikirləri yazın, cırın, yandırın, atın. Bu kimi rituallar şüur altıya deyir ki, bunlar artıq yoxdur içimdə, atılıb, yox olub. Amma əgərsə siz hiss etsəniz ki, yazdıqca əhvalınız daha da pisləşir və fikirlər sizi boğur, dərhal dayanın. Bu o deməkdir ki, tək başına öhdəsindən gəlmək çətin olacaq və kömək istəmək vaxtıdır. Belə halda psixoloji kömək, yardım nömrələri var. Bu nömrələri mən bu videonun altında qoyuram və həmin Baku Medical Plaza psixoloq mənə verdiyi testi sizin üçün yığmışam və linkini də aşağıda qoyuram. Tam anonim bir testdir. Siz özünüz rahatlıqla keçə bilərsiniz. Bu videonu axıra baxdığınız üçün təşəkkür edirəm. Hamiləlik dövrü ilə əlaqədar bir sualınız yaranırsınsa və ya maraqlı mövzu varsa, mütləq şərhlərdə qeyd edin. Birlikdə araşdıraq. Sizə inanıram. Siz çox güclüsünüz. Qucaqlayıram hamınızı. Sağ olun. Açığı çox dadlı alınıb. Əməlli başda o nağıl tortunun içinin yumuşaq testosu olur, belə krem oturmuş. Həmin effekti verdi və qısa müddətdə eləmişsən, amma orada qalır xaladenikdə, amma bu qalmamış vəziyyətdə uca elədi. Çox dadlıdır. Götür qaldı xaladenikdə. Valla. Yox, xaladenikdə çox qaldı. Yəni uşaqla belə baxanda. Çox ləzzət elədi. Спасибо. Çox sağ ol.